Bugün Fidan sənin üçün bitdi mi? O bitirdi, mən bitirməmişəm. Sənin üçün bitməyib. O bitirib. O öz dünyasında səni bitirib. Bəs sən Fidanı Təbii ki, bu qapı bağlandı da. bitdi. Bəli. Bugün Fidan sənə geri dönsə, desə ki, Şamil, barışaq, razıyam. Cavabın Günün nə olur? sabahını heç kim deyə bilmir. Nə qədər, yəni elə şeylər var ki, mən deyə bilmərəm ki, sabah nə baş Bax bugün verəcək. 10 dəqiqə sonra Fidan sənə zəng eləsin. Yox. Yox, elə şeylər var ki, Yazıram da bunu bura. Nəsə içimdə belə bir intuisiya var, bunlar barışacaqlar. Baxaq da, bax bu kadrları qoyuram. Bu kadrları montaj vasitəsilə çıxmayacaq. mən həmişə bir sözü deyəndə sabahı da fikirləşirəm. Niyə? Sabahları deyə heç vaxt demə heç nə. Niyə? Və bilmirsən nə olacaq. Yaxşı, bax indi sənə Fidan zəng vursa, desə ki, İndi Şamil, yox, indi ola bilməz. bir il sonra zəng vursa. Bir il sonra Allah bilir nə olacaq. Yaxşı da, indi sən Meyvə ssenariyə əlvurma gir. da. Meyvə əlini vurma da. Sən belə danış da, bax ssenariyin qururuq. Fidan zəng elədi sənə və deyir ki, Şamil, baxdım efirə. Mən səndən həqiqətən də barışmaq istəyirəm. Bəs mənim ağrılarım, mənim çəkdiyimlərim, o da var. Bilmirəm, yəni kişi xeylarıq. Kişi o şeyləri deməmədi, ona görə də heç kim bilmir. Bilirdin sən, mən yox, heç kim bilmirdi. Sən hətta o gün mənə zəng eləyəndə onda bilmirsən. Mən bu günə qədər heç kimə bilməmişəm. Nə danışırsan sən? Heç kim bilmirdi. Yaxın elə belə dostlarım var ki, onlar bilmirdi.